xahiş edirəm sizdən, piyada səkisini zəbt eləməyin. Ticarətlə məşğul olursunuzsa, vətəndaşların gediş-gəlişini mansız öyrətməyin. Sumqayıt şəhərində küçə ticarətinin qarşısının alınması və şəhər mühitinin qorunması məqsədilə bir neçə dövlət qurumunun iştirakı ilə növbəti geniş miqyaslı reyd həyata keçirilib. Reyd Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhər Polis İdarəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt bölməsi, Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt Bələdiyyəsinin birgə əməkdaşlığı nəticəsində baş tutub. Tədbir 20 yanvar və Babək küçələrini əhatə edib. Bu ərazilərdə son vaxtlar qeyri-qanuni satış fəaliyyətinin artması, piyada və nəqliyyat hərəkətlərinin məhdudlaşdırılması, eləcə də sanitar gigiyena tələblərinin kobud şəkildə pozulması ilə bağlı daxil olan müraciətlər reydin keçirilməsinə səbəb olub. Yoxlamalar zamanı müxtəlif növ məhsulların, açıq şəkildə satılan ərzaqların, meyvə tərəvəzin, eləcə də məişət və gündəlik tələbat mallarının icazəsiz formada yolda, yol kənarlarında və yaşayış binalarının giriş hissələrində satışa çıxarıldığı müəyyən edilib. Qurum nümayəndələri satıcılarla söhbətlər apararaq, onları qanunvericilik barədə məlumatlandırıblar. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.